Salam dəyərli izləyicilər. Yenidən qarşınızdayım. Əvvəlki natural ədədləri biz 50-yə qədər izah etmişdik. Bugün isə axıra qədər izah edəcəm. Hazırsınızsa başlayaq. Və bir də onu qeyd edim ki, mənimlə hazırlaşmaq istəyən şagirdlər mənim əlaqə nömrəmi qeyd etmişəm. Buyurub yaza bilərsiniz. İndi isə başlayaq. 51-ci sualda deyir ki, bölünəni 6 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Biz bu sual əvvəl də mən izah etmişdim. İndi isə yenə izah edəcəm. Bölünən, buraya yazıram bölünən, bölünənə A deyirəm. Bölənə isə B deyirəm. Qismətə isə A böl B deyirəm. Sonra deyir ki, bölünəni 6 dəfə artırdıqda, bölünəni 6 dəfə artırdıqda 6A deməkdir. Böləni necə dəyişmək lazımdır? Böləni necə dəyişə bilərəm? Təbii ki, mən buna B vurulsun X kimi yaza bilərəm. Bilmirəm axı, yəni. Ki, qismət 3 dəfə azalsın. Qismətim budur axı, A böl B. Bunun 3 dəfə azalması üçün, yəni A bölünsün B-ni bölürəm 3-ə. Bunu da birbaşa biraz səliqəli yazsaq. Vururam 3-də 1-ə, 3 də bura keçir, olur necə? A bölünsün 3B. İndi isə yeni bölünənim budur, bölənim budur, qismətim isə budur. İndi isə düzəldək. Deməli yazacağım 6A bölünsün BX bərabərdir A bölünsün 3B-yə. Buradan isə deməli BXA bərabərdir 18 AB-yə. AB-lər getdi. X də bərabərdir 18. X bərabərdir 18-dirsə, deməli mən 18 dəfə artırmalıyam. 18 dəfə artırmalıyam və cavab Y bəndidir. Bir dəqiqə. Y bəndi. Sonra 52 asandır, sadə nisbətdir, yəni yazaq istəyirsiniz. 22.000, 22-ni bölürəm 2002-yə. Deməli, bunu da tapacağım. Təbii ki, 2 dəfə düşməz, 1 dəfə düşər, 2 dəfə olsa 4 olacaq. Yazıram 2002, çıxdım 0, 0, 2 və 2002 oldu 11. 2002-dən 2002 çıxanda eləyir 0. Cavab 11-dir, yəni C bəndi. Sonra Abbasın 53-cü tapşırıqda Abbasın addımı 90-dır, Eldarın addımı isə 80-dir. 90-80. Abbasın hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atır? Ən yaxın, yəni mən bunları nəyi taparam? Əkobu taparam, əkobu. 90 ilə 80-in əkobunu taparam. Baxın uşaqlar, bir dəqiqə, əkob yazıram 90, 80. 90 ilə 80-də ortaq vuruq nədir? 10. Yəni 9 vur 10 budur, 8 vur 10 budur. Bir də 90 ilə 80-i vuruqlara ayırmayaq da, asant yolla gedək. Yəni əgər burada sıfırlar varsa hər ikisində biz, yəni 10'dur da bu. Mən onu çıxardıram hara? Mörtərizə xaricinə yazıram onda əkob. Onda 9, 8. 8 ilə 9 qarşılıqlı sadə ədədlərdir. Əkobu neçədir? Onların hasili. Yəni 8 dəfə 9 neçə edir? 72. Qabaqda da 10 var axı. Olur 720. Yəni cavab Y bəndi. Ədədlərdən neçəsi sadədir? Bu asantdır. 9 sadədir. Xeyir. 11 sadədir. 11-i götürürəm. 21 sadədir. Xeyir. 29 sadədir. 32-dir. Yox. 95-dir. Yox. 127-dir. O da yox. 120'den görüm. 127 deyəsən sadədir. Çünki rəqəmlərinin cəmi 10'dur. 3'ə bölünmür. 9'a da bölünmür. Məncə 127 də sadədir. 3 dənədir. C bəndidir. Neçə minlik var? Minlikdə neçə sıfır var? Minlikdə 3 dənə sıfır var. Onda bax 3 dənəni mən buradan silirəm. Oldu neçə? 530. Cavab Y bəndi. Əsant yolu yəni belə tapılır.
56 asandır. Yəni bu təkliflərdir. Özünüzdən tək ədəd və cüt ədəd verirsiniz. O cür tapırsınız. Məsələn deyir ki, tək ədədlə cüt ədədin cəmi tək ədəddir. Bir dənə tək ədəddir, olsun 3. Bir dənə də cüt ədəddir, olsun 2. Cəmi necədir? 5. Deyir cəmi tək ədəddir, düzdür. Bu hələ ki düzgün variantdadır. İndi ikinciyə baxaq. Tək ədədlə cüt ədədin hasili. Yenə tək ədədim 3-dür, cüt ədədim isə 2-dir. Hasil necə eləyir? 6. 6 cütdə axıb, amma mənə deyir tək ədəddir. Deməli B deyil. B deyil. 2 sadə ədədin hasili sadə ədəddir. 2 dənə sadə ədəddir. Birinə 2 deyirəm, birinə də 3 deyirəm. İkisi də sadədir. Hasilim 6-dır. 6 nədir? Mürəkkəbdir. Sadə deyil axı. C də getdi. Sadə ədədlə mürəkkəb ədədin hasili sadə ədəddir. Yenə də sadə ədədlə mürəkkəb ədədin hasili. 2 olsun sadə, mürəkkəb də olsun 6. Hasili 12-də, 12 də mürəkkəbdə, amma mənə deyir sadədir, səhvdir. 2 tək ədədin cəmi tək ədəd. 2 dənə tək ədəd deyirəm. 3 və 5. 3 və 5 demirəm. Olsun 7 deyirəm. 2 dənə tək ədəddir də. Cəmi neçədir? 10. Amma deyir necədir? Tək ədəddir. Amma baxı cüt ədəddir. Onda bu da getdi. Və cavab A bəndidir. 57-ci sual. Bölən 5 olarsa alına bilən qalıqların cəmini tapın. Baxın uşaqlar. Bölən 5 olarsa alına bilən qalıqların cəmini deyir tapın. 5-dən böyük ola bilməz də burada sual işarəsinin yerində. Sual işarəsi yəni qalıqdır. Yəni qalıq 5-dən kiçik olmalıdır. 5-dən kiçiklər nədir? 1 qala bilər, qalıq, sonra 2 ola bilər, sonra 3 ola bilər, sonra 4 ola bilər, 5 ola bilər, yox. Əgər bu 5 olsa 5 5-ə bölünər, onda qalıq olmaz bu. Başa düşdük? Yəni aydın oldu. Deməli bunların cəmi neçə olacaq? 3 3 6 10. Şu A bəndi. Neçə onluq var? Onluqda neçə sıfır var? Onluqda. Onluqda bir dənə sıfır var. Bax, onluq. Bir dənə sıfır dediyi üçün bir dənəni silirik. Olur 781 bəndi. Sonra 59 da asantdır. Özünüz yazarsınız. 60 da asantdır. Bölən 7 olarsa alına bilən qalıqların cəmi 60 da yenə bu qayda ilə tapılır. 61-ə baxaq. 61-də isə deyir ki 23'ə böldükdə qalıqda 15 alınsın. Gəlin variant yoxlayaq. 345-i 23'ə bölək. 345-i 23'ə bölək. 345-i 23'ə böləndə bir dəfə düşür. 4-dən 3, 3-dən 2, 1, 115-in içində 23-də 5 dəfə düşür. 115. Bu bölündü. Qalıq oldu? Yox. Deməli 345 tam bölündü. İndi isə 1005'ə baxaq. 1005'i 23'ə bölürük. 100'ün içində 23, deməli 5 dəfə düşmüşdü. O 115 idi. 4 dəfə olar. 4 dəfə 3 12 1 ya da 4 dəfə 2 8 92. 100'dən 92 çıxanda 8, 85'də də 23. 3 dəfə düşər 9, 69, 19, 5, 1, 6, 7, 6, 1, 16. Qalıq neçə oldu? 16, amma mənə nə lazımdır? Qalıq 15 lazımdır. İndi isə 705'ə baxıram. 705'i 23'ə bölürəm. 70'in içində 23, 3 dəfədir. 69, qalıq neçə oldu? 15. Bəli, cavab C bəndi. 62-ci sual. 62-də deyir ki, deməli, n bərabərdir. 62-ci sual. N bərabərdir 9 vurulsun 2 vurulsun 7 ədədinin neçə müxtəlif sadə vuruğu var? Uşaqlar, müxtəlif sadə vuruq nədir? Yəni eyni olmayanlar yox da, fərqli olanları götürürük. 9 nə deməkdir? 3 vurulsun 3 vurulsun 2 vurulsun 7. Neçə sadə vuruq oldu? 3 dənə müxtəlif yəni. Y bəndi. 63 də 61 kimidir. Bax, ikisi eynidir. Sonra 64 də izah eləmişəm. 64 də eyni tipdədir. 65'ə baxaq. 2, 0 və 5 rəqəmlərindən düzələn bütün 2 rəqəmli ədədlərin cəmi. Baxın, 2, 0 və 5 rəqəmlərindən düzələn bütün 2 rəqəmli ədədlərin cəmi. Mən burada demir ki, müxtəlif. Müxtəlif sözünü görürük, xeyr. Onda mən belə də yaza bilərəm. Yəni, tutaq ki, 2 rəqəmli ədədim AB-dir, düzdür? Yaza bilərəm nə? Birinci 2 ilə başlayıram. Yaza bilərəm 2, 22, 20, 25. İndi də 5 ilə başlayıram. Yaza biləcəm 55, 50,
52. Sıfırdan başlaya bilərəm? Yox. Ancaq sıfır ikinci tərəfdə oynaya bilər. Və bunları mən nə deyir? Bütün iki rəqəmli ədədlərin cəmi. Bunların hamısını toplayacağam. Görək nəticəmiz necə olacaq. Deməli 22 üstə gəl 55 necə eləyir? 77 bax. 77 budur. 77 üstə gəl 70. Üstə gəl yenə də 70. 77 üstə gəl 77 14. 14 154. 154-ün üstünə 70 gələndə 4, 12, 224 cavab B bəndidir. Sonra 66-ya baxaq. Çən 3 vedrədən 5 dəfə çox su tutur. 1 vedrədə 5 litr su tutursa, çən neçə litr su tutar? Baxın uşaqlar, bax bu çəndir tutaq ki. Çən 3 dənə vedrədən 5 dəfə çox su tutur. Bax 3 dənə balaca vedrələr. 1 vedrə. Vedrəmə bax. Bax bu 1 vedrə, bu 2 vedrə, bu da 3 vedrə. Yəni demək istəyir ki, 1 vedrəmiz neçə litr su tutur? Bax yazıb burada. 1 vedrə 5 litr su tutur. Yazıram bura 5 litr. 1 vedrə 5 litrdir. Amma deyir ki, çən 3 vedrədən, bax 3 vedrədən 5 dəfə çox su tutur. 5 dəfə çox su. Yəni 3 vedrə nə deməkdir? Yəni bu da 5, bu da 5, bu da 5. Topladınız neçə elədi? 15. Yəni 3 vedrə nə deməkdir? 15 litr. İndi sənə deyir ki, çən 3 vedrədən, yəni 15 litrdən 5 dəfə çox su tutur. Yəni 15-i nəyə vuraram? 5-ə neçə eləyər? 75 litr. Sualda sənə deyir ki, çən neçə litr su tutar? Çən 75 litr. Yəni D bəndi. Başa düşdünüz uşaqlar? Sonra 67-yə baxaq. Deyir ki, tir ən azı hansı uzunluqda olmalıdır ki, onu 60 santimetrlik və ya 50 santimetr hissələrə itkisiz bölmək mümkün olsun. Çox gözəl. Deməli, tir ən azı hansı uzunluqda? Deməli, 60 ilə deyir ki, itkisiz bölmək mümkün olsun. 60 ilə 50-nin əkobunu tapmaq lazımdır. 60 ilə 50-nin əkobu nədir? Yəni 50 ilə 60 santimetrlik və ya 50 santimetr hissələri itkisiz bölməklə. Yəni 50 ilə 60-ın əkobunu tapırıq. Əkob. Onu çıxartdım. 5 ilə 6, 30. Yanına da bir dənə 0, elde 300. Yəni B bəndi. İndi isə 68-ə baxaq. 68-də 60-80, əkob 60-80-i bölürəm əkob 60-80-ə. Baxın uşaqlar. Bir dəqiqə. Ümumiyyətlə, əkobu, bax əkob, bunu istəyirsiniz, yəni bilən şagirdlər, bilməyən şagirdlər də var təbii ki. Yəni bilməyən şagirdlər bunu qeyd eləsin. Çünki bilən şagirdlər, yəni o dəqiqə biləcək ki, əkobu əboba böləndə, eyni ədədin əkobunu əbobuna böləndə ortaq olmayan sadə vurğuların hasili olur. Amma bilən adam bunu bilir, bilməyən adam isə 60 ilə 80-i sadə vurğulara ayırmayın. Ayırmayın sadə vurğulara. İndi istəyirsiniz bunu qeyd edin. Yəni əkob AB-ni əbob AB-yə böləndə, bax görürsünüz eynidir. AB. Eləyir C. C nədir? Ortaq olmayan sadə vurğuların hasili. Bəs yaxşı. Mənim əkobum nədir? Əkobum 60 ilə 80-in həm əkobunu, həm əbobuna bölməliyəm. İndi bölməmişdən də qabaq mən bunu tapmalıyam. Yəni nəyi? Elə bir dəfəlik mən ortaq olmayan sadə vurğuların hasilini tapıram. Düzdür? 60 elə bir 10'u çıxartdım. Yerdə nə qaldı? 6 ilə 8. Düzdür? 6 ilə 8. 6 ilə 8-in buradan da əslində çıxarda bilərəm. Çıxartmıram, yaxşı, rahat olsun deyə belə eləyirəm. Dengo belə yazım. Bax, 10 vurulsun, əkob 6, 8. 10 vurulsun, əbob 6, 8.
Baxın indi. Onlar getdi. 6 ilə 8, əbub 6, 8. 6 ilə 8 uşaqlar. Ardıcıl nədir? Cüt ədədlərdir. Deməli, ortaq olun. Belə yaxşı da bunu belə yazaq. Bu 2 vuruşdur. Bu neçədir? 2 vurulsun, 2 vurulsun 2-dir. Fisioda ortaq olmayan sadə vuruqların hasilidir. Daha mən bir də bunu nə eləyirəm ki? Eyni şeydir. Ortaq olmayan nədir? Bunlar getdi. Fisioda 4 vurulsun 3. O deyilir 12. Cavab 12'dir. Cavab A bəndi. Fisio. 69'a baxaq uşaqlar. 62 oğlan və 93 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə qız var? Baxın uşaqlar, 62 ilə 93-dür, düzdür. Gəlin bunları sadə vuruqlara ayıraq. 62, hər ikisində də 31 var. 31'i 2'ye vuracağım, 31'i de 3'e vuracağım. Deməli, elə bil 62 oğlan idi. Bax, bu oğlandı. Bu isə qızdı. İndi deyir ki, eyni olan tərkibləri eynidir. Bax, görürsən 31 həm bunda var, həm də bunda var. Sonra deyir ki, hər komandada 69'a baxıram. Hər komandada neçə qız var? Hər komandada bax 31'dir, düzdür. Hər komandada neçə qız olacaq? 3 dənə qız. Qızlar hansındaydı bunda? 3 dənə qız olacaq. Yəni C bəndi. Başa düşdünüz yəni? Elə bil ki 62 ilə 93'ün sadə vuruqlara ayırdıq. Tərkibləri eyni olan komandalar. Görürsünüz tərkibləri nədir? 31 eyni olan komandalardır. Elə bil. Hər komandada neçə qız var? Deməli 2 dənə oğlan var, 3 dənə də qız var. Vəssalam da yəni. Sonra idmançıları əvvəlcə hər cərgədə 6 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. 6 ilə 15'in əkobunu tapaq. 71'e baxırıq. 6 ilə 15'in əkobu 6 2 vuruşdur. 15 də 3 vurulsun 5'dir. Əkobu nədir bəs? 3 vurulsun 5, 15 vur 2, 30. Əkobu 30'dur. Əkobu 30'dur. Deməli, sonra deyir ki, idmançıların sayı 110'dan çox 145'ten az olarsa. Baxın indi. Bu elə bil ki 30K deyək də buna, 30K. Mən elə eləməliyəm ki, yəni K'ya mən elə qiymət verməliyəm ki, mənim elə bil ki, belə olsun da 110 ilə 145'in arasında olsun. Bax mənim buradakı ədədim. 110 ilə 145'in arasında olsun. Yəni deyil, idmançıları əvvəlcə hər cərgədə 6, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. Və 6 ilə 15 nədir? Əkobunu tapdım, 30K. Amma bu sonra deyir ki, bilmirəm axı neçədir, yəni. Bilmədiyimə görə idmançıların sayını bilmirəm, amma deyir 110'dan çox 145'den az olarsa. Ona görə də mən buna 30K deyirəm. Yəni K'ya mən neçə versəm, 110'dan çox 145'den az olar. Məsələn, K'ya 4 versəm 120 olar, amma 3 versəm neçə olar? 90 olar. Deməli K'ya 4 verəndə neçə olur? 120. Cavab 120'dir. Yəni D bəndi. K'ya 4 verirəm. 4 verəndə 120. 5 verəndə uşaqlar 150 olur. 150 145'den böyükdür axı. Ona görə 4'dür. 72 də bu tipdədir. 73'dür. Rəqəmlərin cəmi 9'a bölünən natural ədəd 9'a tam bölünür. Rəqəmlərin cəmi 9'a bölünür. Bəli, bu düzdür. Hansı doğrudur? 1 düzdür. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Düzdür. 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəndən 2 tək ədədin cəmi isə tək ədəddir. 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. 2 dənə ədədin ortaq bölünəni nədir? Bölünəni. Məsələn, 12 ilə tutaq ki 12 demirəm. Tutaq ki 6 ilə 8'in ortaq bölünəni nədir? 6 ilə 8'in 6 ilə 8 deyim. 6 ilə 9 deyirəm. Tutaq ki 6 ilə 9'dur. Bunların ortaq bölünəni nədir? 18. Həmin ədədlərin ən kiçik nədir? 6'nın ortaq bölünən həmin ədədlərin
Həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Hə. Yəni bu ədədlərin ən kiçik ortaq bölünəni nədir elə? Məsələn 6 ilə 9-un ortaq bölünəni 18-dir. Bu da düzdür də. Məsələn mən 18 kiçiyini götürmüşəm. 18 götürməm, lap 54 götürürəm. 54. 54 hər ikisindən də bölünür, düzdür? Sonra deyir bu ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Bölünür də. Yəni ən kiçik ortaq bölünən nədir? 18. 54 18-ə bölünür zaten. 3 dəfə düşür. Sonra 2 tək ədədin cəmi təkdir. Xeyr, 2 tək ədədin cəmi tək deyil. Məsələn 7 ilə 3. İkisi də təkdir. Cəmi necədir? 10. Yəni cüt ədəddir. Bu deyil. Yəni 2 1 2 3-dür. Cavab Y bəndidir. 74-ü özünüz edərsiniz. 75-ə bax. Həm 2 həm də 7-yə bölünən neçə iki rəqəmli ədəd var. Uşaqlar, həm 2 həm 7-yə bölünən deyirsə, deməli baxın 75-də 2 vur 7 neçədir? 14. 14 K yazıram bura. Mənə deyir ki, neçə iki rəqəmli ədəd var. K-ya 1 verirəm, eləyəcək 14. K-ya 2 verirəm, 28. K-ya 3 verirəm, 3 dəfə 4 12, 3 dəfə 1 3 42. K-ya 4 verirəm, 56. 4 dəfə 4 16, 56. K-ya 5 verirəm, 70. K-ya 6 verirəm, 24, 84. K-ya 7 verirəm, 7 dəfə 4 28, 2 da 7 dəfə 1 7, o da 2 98. Все. Axırıncı budur. Neçədən oldu? 1 2 3 4 5 6 7. 7 dənə. 7 dənə. 76 həmçinin, 77 də həmçinin, yəni əkobunu əbobuna bölürəm. Ortaq olmayan sadə qrupların hasilidir də, yəni bu asandır. Sonra 78-ə baxaq. 2 ardıcıl tək natural ədədin cəmi 68-dir. Bu ədədlərdən kiçiyi tapın. 2 ardıcıl tək natural. 2 ardıcıl natural ədəd. Tək ədəd. Birinə tutaq ki, deyirəm x minus birinə deyirəm x minus 1, birinə də deyirəm yox. Məsələn 2 plus 1. Birinə deyirəm x plus 1, birinə də deyirəm x plus 2. Düzdür? 2 ardıcıl nədir? Bax, x-i tutaq ki, 2 verim. 2-nin üstünə 1, 3. Hə, birinə də 2 yox, heç açdım. 3. Bildiniz nətər? 2 ardıcıl tək natural ədədin cəmi, hə, cəmi deyir. 68 olarsa. 2x üstə gəl 4, 68. 2x bərabərdə 64. X də bərabərdə 64, 2 bölündə 32 eləyir. X-im 32-dir, mənə deyir, amma bu ədədlərin kiçiyini tap. 32-nin üstünə 1, bu ədədlərdən kiçiyi buydu da. 32-nin üstünə 1 gəldi eləyir 33. Kiçiyi 33-dür, yəni. Cavab 33. 79 həmçinin 80-ə baxaq. Deyir ki, binada mərtəbələr arası pillələrin sayı 20-dir. 1-ci və 8-ci mərtəbələr arasında neçə pillə var? Bax, uşaqlar, bu binadır. Bax, bu binadır. Biraz binamı böyük çəkim. Bax, bu binadır. Bu 1-ci mərtəbə, bu 2-ci mərtəbə, bu 3, bu 4, bu 5, bu 6, bu 7, bu da 8. İndi baxın bura. Deməli, mərtəbələr arası pillələrin sayı 20-dir. Deməli, bax, bura yazıram 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci mərtəbə, 6-cı, 7-ci, 8-ci. Hər mərtəbənin arasında 20 dənə pillə var. Məsələn, bunun arasında 20 var. Sonra bax 2 ilə 1 ilə 2-nin arasında 20, 2 ilə 3-ün arasında 20, 3 ilə 4-ün arasında 20, 4 ilə 5-in arasında 20. Bunu mən sizə belə eləyirəm ki, yəni başa düşəsiniz. 5 ilə 6-nın arasında 20, 6 ilə 7-nin arasında da 20, 7 ilə 8-in arasında da 20 və 8 ilə nəhayətində tutaq ki, burada 9 varsa, onun da arasında 20-dir. Onu yazmıram. Deyir ki, 1-ci və 8-ci mərtəbələr arasında, bax, 1-ci və 8-ci mərtəbələr arasında neçə pillə var? Neçə pillə olacaq? 8-dən 1-in çıxaram, 7,
7 dənədir. 7-ni də bu 20-yə vuraram. Vəssalam. Olacaq 140. Başa düşdünüz? 140 dənə pillə var. 6, 7, 140 dənə pillə var. Cavab 140. Sonra 81. 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda 2 alınan ən kiçik çıxramını ədəd tapın. Bir dənə deyən uşaqlar. Burada bir dənə bir şey var idi. Yaşa. Hə, harda qalmışdıq bunda? 7, 8, 9, 10. Gəlin bunların əkobunu tapaq. Bax, 81-dir. Deməli, 7, 8, 9, 10. 7, 7-dir, sadədir. 8 nədir? 2 vur, 2 vur, 2. 9 nədir? 3 vur, 3. 10 nədir? 2 vur, 5. Atıram bura 7. Bunların əkobu nəyə bərabərdir? Ən böyüyünü götürsək, ən böyük, yəni qüvvət ən böyük olan budur. 2-nin kubu. Düzdür? 2'nin kubu vurulsun 7, vurulsun 3'ün kvadratı 2, 7 vurulsun 5. Yani 2'nin kubu neçədir uşaqlar? 8, 3'ün kvadratı da 9. 8 vurulsun 5 neçə eləyir? 40, 40'ı da vuraq 7'ye, 10 da vuraq 9'a. 2520. Deyir ki, ən kiçik çox rəqəmli, yəni ki, deyir amma qalıqda 2 alınan. Qalıqda 2 alınan deyirsə üzərinə 2 gələcək. Olacaq 2522. Qalıqda, yəni 2 alınan deyirsə üzərinə 2 almalıyım. Yəni bu ədədləri 7'yə böləndə tam bölünəcək. Bax, bunun özünü 7'yə böləndə tam bölünəcək. Amma deyir qalıqda 2 alınsın. Ona görə bunu 7'yə bölmək lazımdır ki, qalığında 2 alınsın. Aydın oldu. Yəni qalığı toplayırıq. Cavab 2522'dir. Yazıram bura 2522. İndi keçək 82-ci misala. 80 boy. Bu niyə belə oldu? Bir dəqiqə. A. 82-ci misala keçək. 82 misalda AB üstəgəl B. AB üstəgəl B-yanı bir dəfəlik açaq uşaqlar. Bilirik ki, AB nə deməkdir? 10A üstəgəl B. Üstəgəl B-A nə deməkdir? 10B üstəgəl A. Bərabərdir nəyə? 66 A çıxılsın B-yə. Nəyə deyir? Tab, ödəyin ki, rəqəmli AB ədədini tapın. Deməli, 10A'nın üzərinə A gələndə neçə eləyir? 11A. B'nin üzərində də 10B gələndə eləyir 11B. Bərabərdir 66. A çıxılsın B. 11'i çıxartdım mötərizə xaricinə. A üstəgəl B. Bərabərdir 66. A çıxılsın B. 11 ilə 66 burada 6 qaldı. Getdi. A üstəgəl B bərabərdir. Vurub açsam 6A. Çıx 6B. Buradan da A'ları B'ləri bir tərəfə yıxsam 6 mənfi 6B'ni bu tərəfə yıxsam 7B olacaq. Bərabərdir. Bu A'nı da bu tərəfə atsam olacaq 5A. Deməli B olur 5, A da olur 7. B olur 5, A olur. Bax B olur 5, A olur 7. Mənə də deyir AB'ni tap. 75. Cavab 75'dir. Hani o deyir burada. Sonra 82 belə. A'nın hansı ən böyük qiymətində ədədi 45'ə tam bölünər? 83'ə baxaq. Bax uşaqlar. Deməli 4A 9B 45'ə tam bölünməlidir. Düzdür. 45 nədir? 5 vurulsun 9. Tərkibində 5 varsa deməli bu B ya 5 olmalıdır ya 0 olmalıdır. Hansı ən böyük qiymətində deyirsə A'nın. Deməli birinci mən nə etməliyəm? B'yi eləmə 0 verim ya da 5 verim. Baxaq da indi gəlin yoxlayaq. Baxın 4 ilə 9'daki nədir? Bilirik ki rəqəmlərinin cəmi 9'a bölünməlidir. Bunun rəqəmlərin cəmi neçədir? 13.
13 üstəgəl A-nın ən böyük qiyməti. Məsələn, A-ya mən 9 verirəm. Neçə eləyir? 22. Düzdür? B-yə neçə verirəm? 5. Niyə? Niyə 5 verirsiniz müəllimə? Ona görə ki, rəqəmlərinin cəmi 9-a tam bölünməlidir. Məsələn, buna mən 9 verirəmsə, rəqəmlərin cəmi neçə olur? 22. Bəs 22-nin üzərinə mən neçə gəlsəm 9-a tam bölünər? 5 gələ bilərəm də, ya 5 gəlməliyəm, ya 0. Olacaq neçə? 27. Başa düşdünüz? Və yaxud da demir A-nın ən böyük qiymətində, hansı ən böyük qiymətində? Və yaxud da 13-ün üzərinə 8 gələrəm. Neçə eləyir? Eləyər 21. 21-in üzərinə 0 gələ bilsəm, elə 21 olacaq. Amma 5 gəlsəm neçə olacaq? 27. 26 çaşdım. 26. Bu da 9-a bölünmür ümumiyyətlə. Elə A-nın ən böyük qiyməti 9. A-nın hansı ən böyük qiymətində? 9 qiymətində. 84-ə baxaq. A, B natural ədədləri üçün A bərabərdir 3B və əkob A, B 21 olarsa A üstəgəl B-ni tap. A-nın yerində 3B-dir. İndi mən burada 3B yazıram. Bax, əkob A-ya 3B veribdən. Yazıram 3B. B-də B. Bərabərdir 21. Ortaq vuruq hansıdır uşaqlar? B. B-ni çıxartdım. Əkob 3 ilə 1. 3 ilə 1-in əkobu nəyə bərabərdir? Elə 3-ə. Niyə? Qarşılıqlı sadə ədədlərdir. Ona görə. Əkob 3-ə bərabərdir. Onda 3 vurulsun. Bax, bu 3-dür. 3 vurulsun. Bu B bərabərdir 21. B nəyə bərabərdir? 7-yə. Sual nədir? A üstəgəl B-nin cəm. Tap. B 7-dirsə 7 vur 3 A 21-dir. Cəmi də eləyir A üstəgəl B 21 üstəgəl 7 o da eləyir neçə? 28-ə. Cavab 28. Sonra 85-də bunun kimidir. 86-ya baxaq. 86-da isə deyir ki, A bölünsün B bərabərdir 3-ün 5-ə nisbəti. Düzdür? A, B natural ədədləri üçün əbob A, B 4-dür. O zaman A üstəgəl B-nin cəmini tapın. Əbob A, B 4-dürsə A üstəgəl B-nin cəmini tapın. Mən yazıram, çarpaz vururam. 5A bərabərdir 3B-yə. A-ya 3 deyirəm. B-yə də A-ya 3K deyirəm. B-yə də 5K deyirəm. O zaman gətirib burada yerinə qoysam, əbob 3A neçədir? 3K. B-də 5K bərabərdir 4. K-lar ortaqdır. Çıxartdım. Əbob 3 ilə 5-in əbobu nədir? 1. Bu 1-dir. Qarşılıqlı sadə ədədlər olduğu üçün əbob 1-ə bərabərdir. K bərabərdir 4. K 4-dürsə sual nə soruşur məndən? A üstəgəl B-ni tap. K 4-dürsə 4 vur 3 12 A-dır. K 4-dürsə 4 vur 5 20-də B-dir. Və səndən bunların cəmi soruşduğuna görə eləyir 32. Cavab 32-dir. 87-yə baxaq. A, B natural ədədlər və nə deyir? Deməli, A vurulsun B üstəgəl 3B bərabərdir 20 olarsa A-nın ala biləcəyi qiymətlərin sayını tap. Buradan mən B-ni çıxardıram mötərizə xaricinə. A üstəgəl 3 bərabərdir 20. Uşaqlar, nə ilə nəyin hasili 20-yə bərabərdir? Deyəsiniz ki, müəllimə 2 vurulsun 10. Sonra 3-ə bölünür, yox. 1 vurulsun 20. Belə yazaq da birinci. 1-dən başlayaq. 1 vurulsun 20. 2 vurulsun 10. 3-ə bölünmür. 4 vurulsun 5. 6, 7, 8-də yoxdur. Gəlin yoxlayaq. Nətər? Deyir ki, A-nın ala biləcəyi qiymətlərin sayını tap. Baxın uşaqlar. B-yə 1 verirəm. Buna da mən 20 versəm. A nəyə bərabər olar? 17-yə. Düzdür? A nəyə bərabər olar? Deməli, belə eləyək də. Buna 20 versəm, A olar 17. İndi mən
Buna bax B-yə 20 verə bilərəm. Yox, bura 1 yazım. Mən B-yə 20 verə bilərəm. Bu hissəyə 1 verə bilərəm. İndi yerini dəyişirəm. Yox. Niyə? Çünki A üstəgəl 3 1-ə bərabər olsa A mənfi ədəd alınır. Olmaz axı. Başa düşdünüz? İndi B-yə 2 verirəm. B-yə 2 verirəm. Bu tərəfə də 10 verirəm. 10. A neçə olar? 7. Sonra tərsinə dəyişə bilərəm. Yenə də dəyişə bilmərəm. İndi buna baxaq. Bu yola baxaq. B-yə 4 verirəm. Bu tərəfə də 5 verirəm. 5-dən 3 çıxdım. A oldu 2. Düzdür? A-nın qiymətləri uşaqlar. Baba bunlardır. 17, 7, 2. İndi bir də tərsinə yazıram. 4 ilə 5-i dəyişirəm. 5-i bura qoyuram. B-yə 5 verirəm. Buranı 4 eləyirəm. A üstəgəl 3-ü 4 eləyirəm. A onda 1 alınır. Deməli neçədən oldu? 2, 2, 4 dənə. Ala biləcəyi qiymətlərin sayı 4-dür. 88 də bunun kimidir. Bəzən şagirdlər düşünür ki, müəllim niyə yazmır o bir misalları? Çünki istəyirəm ki, yəni bu videoya baxırsınızsa, özünüz də işləyində, bildiniz necə? Yəni bunu 87-ni əgər başa düşdünüzsə, 88-i artıq özünüz yazacaqsınız. Başa düşdünüz? Yəni sizin üçün edirəm əslində mən. Mənim üçün fərqi yoxdur. 88-i də izah eləyərəm. Hamısını bir-bir izah eləyərəm. Amma mən istəyirəm ki, bunu şagirdlər birini izah eləyəndə digərini özü yazmağı, sərbəst yazmağı özü bacarsın. Əgər sizə, yəni yenə də deyirəm, başa düşdünüzsə, bu riyaziyyat əladır. Əgər həqiqətən də qarşılıqlı əmələ gəlirsə, yəni qarşılıqlıq varsa onda deməli sizin üçün necə deyim, fərdi məşq lazımdır. Yəni istəsəz yəni mənimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəmi videonun əvvəlində də qeyd etmişəm və sonunda da qeyd edəcəm. İndi isə keçək 89-a. 89-a baxaq. Deməli deyir ki, ABC və BAC 3 rəqəmli ədədlərdir. Və deyir A, B, C çıxılsın B, A, C bərabərdir neçə? 360-a. A üstəgəl B cəminin ən kiçik, bax bunun bura yazıram, ən kiçik qiymətini tapın. Ən kiçik qiymətini tapın. Uşaqlar, gəlin bunu açaq. Necə? Bax 100A üstəgəl 10B üstəgəl C çıxılsın. Bax, çıxmaz zadda həmişə uşaqlar işarə səhvli eləyir. Diqqətlə mənə qulaq asın. Yazıram, çıxılsın 100B. Üstəgəl yaza bilmərəm, çünki artıq çıx var. Yenə yazıram, çıxılsın 10A. Çıxılsın C. Normalda burada toplama olsa, normal qayda ilə bundakı kimi hamısı toplama olacaq. Əgər çıx olduğu üçün, mən artıq burada işarələri dəyişib çıx yazmalıyam. İxtisarlarım getdi mi? Seylər getdi. 100A-dan 10A çıxanda neçə eləyir? 90A. 100B-dən 10B çıxanda 90B bərabərdir 360-a. Mən buradan da 90-ı çıxartdım. A minus B bərabərdir 360-a. 360-ı 90-a böldüm. A çıx B bərabərdir 4-ə. İndi mən deyir ki, üstəgəl B-nin ən kiçik qiymətini tap. Üstəgəl B-nin ən kiçik qiymətini tap. Fərqi 4-dür də, bildiniz nədir? Belə də yaza bilərik əslində bunu. A bərabərdir 4 üstəgəl B. Hano, A üstəgəl B cəmin ən kiçik qiymətini tapın. Ən kiçik qiymətin dediyinə görə, uşaqlar, ən kiçik qiymət qoyuram elə ikisinə də. Elə buradan başlasam, A minus B bərabər 4. Məsələn, 4-dən böyük nədir? 5. Bir vahid. Yəni ən kiçik elə eləməliyəm ki, cəmi ən kiçik olsun da. İstəsəm mən çox qoyaram, amma mən ən kiçik istəyirəm. Ən kiçik qoymaqdan ötürü elə 4-dən bir vahid böyük nədir? 5. 5-dən çıxaram, B-yə də 1 verirəm ki, 4 alınsın. Deməli 5-dən 1-dir. Cəmi. Yəni A 5-dir, B də 1-dir. Cəmi də olacaq 6. Düşün. Cəmi neçə oldu? 5-də gəl 1, 6. Mən istəsəm uşaqlar, bura mən 6-da qoya bilərəm. B-yə onda neçə verərəm? 2 verərəm. Axı ən kiçik olmaz bu. Ən kiçiyi elə budur. Bax bu. Yəni 5-dən 1-dir. 90-a baxaq. AB qarşılıqlı sadə ədədlərdir. Bax, bunu əvvəlcədən deyir. Əkob
AB 390'dır. Baxın uşaqlar, bu bir açardır. Necə? Çünki qarşılıqlı sadədirlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Onda mən belə yaza bilərəm də, düzdür? Bunu yaza bilərəm. O zaman mənə burada misal verib. A üstə gəlsin, 30 bölünsün B bərabərdir 28. Bunu biraz sadələşdirsəm, altdan yaza bilərəm. Deməli, AB üstə gəl 30 bərabərdir 28. AB neçədir? 390. Onda yazıram 390 üstə gəl 30 bərabərdir 28-ə. 390'ın da üstünə 30 gəlsəm 420. O zaman B də bərabərdir 420'ni bölürəm 30'a. 420 yox, 30'a yox. 28'ə B də 420'ni bölürəm 28'ə eləyir 15. B neçədir? 15. Sual. A ədədini tapın. B-ni mən neçə tapdım? 15. Bəs A nəyə bərabər olar? Bax, gətirirəm. Bu tənlikdə B-yə mən 15 verirəm. Və mən 390'ı indi bölürəm 15'ə ki, A-nı tapım. A da olar. 390'ı bölürəm 15'ə ki, A-nı tapım. O da olacaq 26. Yəni bu da A-ya bərabərdir. Sonra 91. 91'ə baxaq. Əbu Babi 6'dır. A vurulsun B 180'dir. A üstə gəl B-ni tapın. Baxın uşaqlar. A, B, Əbub, A, B neçədir? 6'dır. Amma hasil neçədir? 180'dir. Səndən nə istəyir? Cəmini istəyir. Neynirik? Əbub 6'dır. Yəni bu nə deməkdir? Bunların ortağı 6'dır. Yəni 6 bölənləri var. Ortağı. Mən belə yazaram. A-nı belə yazıram. B-ni də belə yazıram. Burada yazıram 6. 6 burada yazıram. Burada yazıram. Çünki mən bilirəm ki, bu əbub nə deməkdir? Ortağı götürürsən. Düzdür? Yəni 6 burada da var, burada da var. Bura nə yazıram mən? Deməli. Bura nə yazıram? Amma hasili isə 180'dir. Ha, bax bir şey də var ki, hasili 180'dir. Yəni tutaq ki 6 vurulsun x, 6 vurulsun, burada da tutaq ki y. Düzdür? Tutaq ki 6 vurulsun x, 6 vurulsun y. Hasili yəni 180'dir. Yəni 6'nı mən x yaza bilmərəm, çünki x ortaq olar. Ona görə x, y yazıram. Və yaxud da belə də ola bilər. Yəni x, z, y də ola bilər. Yəni bunun fərqi yoxdur. Cəminidir, tap. Bunu gəlin belə yazaq da. Altını çıxardıram mötərizə xaricində. Tutaq ki, hər iki x, y verirəm buna. Elə bil A nədir? A 6x-dir. B nədir? A-nın yerinə 6x qoyuram. B-nin də yerinə 6y qoyuram. Düzdür? Bərabərdir nə? 180. 6'nı çıxartdım. Yox da vururam bir-birinə. X, y vur 36 bərabərdir 180. X, y də bərabərdir 180 36'ya böləndə 5 eləyir. Deməli, hasili nədir bunların? Hasili 5'ə bərabərdir. Bax, hasili 5'dirsə uşaqlar, 5 necə ədəddir? Sadə ədəddir. Yəni bu 12 deyil ki, deyim 2 vur 6 var burada, 4 vur 3 var. 5 sadə ədəddirsə, deməli biri hasili 5'dir. Deyək görüm. 180 36'ya böləndə 5 dəfə 6 33 15 33 18 180 hə. Deməli onda 5 buradadır. 1 də buradadır, tutaq ki. Yəni onda belədir də uşaqlar. Bax, belə də ola bilər. Qoy onu da deyim. Bura təbii ki bir yaza bilmərik. Ona görə deyirəm belə də ola bilər. Bax məsələn, ədədlərdən biri digərinə bölünür. Bax o məsələ. Məsələn,
Tutaq ki, A 6-dır, B də 30-dur. Niyə 30 deyirsiniz müəllim? Çünki hasili 5-dir. Yəni niyə? Baxın uşaqlar, bura mən məsələn 5 yazıram, düzdür? Bura məsələn 5 yazıram. Axı x-in y-in hasili 5 verməlidir mənə. Mən bura tutaq ki 5 yazıram. Bura x-ə nə verməliyəm onda? 1. Axı mən 1-i bura yaza bilmərəm. Başa düşdünüz məni? Onda bu necə bir ədəddir? 1-i digərinə bölünən ədəddir. Yəni 6 30-a 36-ya nədir? Bölünür. 1-i digərinə bölünürsə, əbob ən kiçiyidir. Bax görürsüz, ən kiçiyi götürüb. Əkobu isə 30-dur. Aydın oldu? Yəni əgər bu 5 yox, 12 olsaydı, 12 nə deməkdir? 3 vur 4 deməkdir. Mən bura 3 yaza bilərəm, 4-dəki 2 vur 2 yaza bilərəm və yaxud. Sonra nədir onun adı? 6 vur 2. Əgər hel olsaydı, mən bunları hel eləyərdim. 5 sadə ədəd olduğu üçün, deməli, 5 nə deməkdir? Ancaq 1 vurulsun 5 deməkdir. 1-i bura yaza bilmərəm axı. Və yaxud da ki, 1-i bura yaza bilmərəm. 5-i bura yaza bilərəm, amma 1-i yaza bilmərəm. Onda nə qayıra bilərəm? 6-dır, 1-i də nə olar? 5 vur 6, 30 olar. Всё. Yəni, əbubu 6 olacaq, əkobu 30 olacaq. Səndən də sual soruşur ki, bunu tap. 30 üstə 6 eləyir 36. Vəssalam. Cavab 36-dır. Ümid edirəm ki, bu sizə daha aydın, yaxşı başa düşdünüz. 36. Sonra 92. 4-ə bölünməsindən alınan qalığı tapın. Baxın uşaqlar. Ədədin 4-ə bölünmə ədədin son 2 rəqəmidir. 19-un 4-ə bölünməsindən alınan qalıq neçədir? 19-un 4-ə bölünməsindən 4 dəfə 16, 3. Buraya yazıram 3. 74-ün 4-ə bölünməsindən alınan qalıq neçədir? Bir dəfə düşdü. 34-də də 8, 32, 2. Alınan qalıq neçə oldu? 2. Ortada hasil var. 3 vur 2 neçə eləyir? 6. 6-ın kvadratı neçə eləyir? 36. 36-ın üstünə bu 3-ü gəl. Neçə eləyir? 39. 39-un 4-ə bölünməsindən alınan qalıq neçə eləyəcək? 3. Cavab 3. 93-ə də gəlin baxaq. Bax, 25-ə bölünmə əlaməti nədir? Sonu 0, 0 və yaxud da 25 və yaxud da 50 kimi bitərsə 25-ə bölünür. Bax, 0, 0, 6-dır, düzdür. Əgər 0, 0 olarsa tam bölünür. 0, 6 olduğu üçün qalıq ilə 6-dır. 51 də əgər 50 olarsa tam bölünər. Deməli, qalıq 1-dir də, bildiniz. 6 1 1 6. 6-ın kvadratı neçə eləyir? 36. 36-nın üstünə 4 gələndə neçə eləyir? 40. 40-ın 25-i bölünməsindən alınan qalıq 15. Burada da 15-dir. Başa düşdünüz nətər tapdım? Elə yəni, bölünmə əlamətinə görə. 94-də baxaq. Deyir ki, mağazada kiçik, orta, böyük ölçülü akvariumlar var. Bax, bu kiçikdir. Kiçiyi çox kiçik elədim. Bu kiçikdir. Bu ortadır. Bu da böyükdür. Akvariumlarda hər bir kiçik akvariumda 2, bunda 2 balıq var, bunda 4 balıq var, bunda isə 6 balıq var. Bütün balıqların sayı 60-dır. Sən bilirsən neçə dənədir, bilmirsən 2K, 4K, tutaq ki 6K. Bilmədiyinə görə bütün balıqların sayı 60-dır. Amma deyir ki, akvariumda ən çox, mağazada ən çox neçə akvarium ola bilər? Baxın uşaqlar, qulaq asın mənə. Mağazada deyir ən çox neçə akvarium ola bilər? Ən çox neçə akvarium? Mən istəsəm 66-ya bölərəm neçə eləyər? 10. Düzdür? Deməli mən istəsəm 10 dənə böyük akvarium götürərəm. Hərəsində də 6 balıq olar. Onlar ilə 60. Yəni onda mağazada akvariumun sayı az olacaq. Amma mən ən çox dediyi üçün mən elə ən kiçiyə çox verməliyəm. Yəni necə? Yəni 60-ı 2-yə bölərəm. Neçə eləyəcək? Bax məsələn, bunlara bax 4 orta ilə ən kiçikdən yapışmalıyam mən. Orta ilə böyüyə mən hərəsindən bir dənə verəcəm. Yəni mütləq, yəni şərtdir ki, bir dənə verməliyəm. 2 dənə verə bilmərəm, çünki mən istəyirəm ki, akvariumun sayı çox olsun. Bildiniz necə? Yəni bununla verərəm, tez həll olunar misalım. Orta ilə verərəm, tez həll olunar. Böyük ilə verərəm, tez həll olunar. Amma kiçik ilə versəm, akvariumlarımın sayı çox olacaq. Yəni ki, buna bir dənə verərəm, bir dənə bundan, bir dənə bundan. Yəni 4 üstə 6 neçə elədi? 10. 10 dənə balığım oldu.
oldu. 60 dənə ümumi balıq idi. 60-dan 10 çıxdım neçə elədi? 50. 50-ni də 2-yə böldüm neçə elədi? 25. Deməli 25 dənə də burada da oldu. Düzdür? 25 kiçik akvariumum var. Bir dənə orta akvarium var. Bir dənə də böyük akvarium var. Cəmi neçə dənə oldu? 27 dənə. Bax, təkrar edirəm. 27 dənə akvariumdur. Akvarium. Amma 2 dənə balıqdır, 4 dənə balıqdır. Bu K'ları qoy, yığışdırım. K'lar sizi çaşdıra da bilər. Bax, 2 dənə balıqdır bu balıq. 4 balıq, 6 balıq. Ümumi neçə balıq var? 60 balıq var. Mən deyir ki, akvarium çox olsun. Mağazada akvarium çox olsun. Mən istəsəm bir dənə yekə akvarium götürərəm. Yəni ən böyüyünü. Lap bunlara bir verərəm. Düzdür? Toplayaram neçə eləyir? 6. 60-dan 6 çıxaram. Neçə eləyir? 54. Və 54-ü 6-ya bölərəm. 9. 9 dənə bu olar. Bax, 9 dənə akvarium hara? Elə bil 9 dənə böyük akvarium olar. 2 dənə də bunlar. Neçə oldu? 11. 11 dənə akvarium hara? 27 dənə akvarium hara? Ona görə deyirəm ki, uşaqlar, yəni belə halda, yəni bu kiçik daxı bu. Balaca daxı içində 2 dənə balıq var hərəsinin içində. Yəni mən ondansa bundan yapışaram. Balacadan yapışaram. Balacanın sayını çoxaldaram ki, daha çox olsun akvariumun sayı. Yəni bunlara mən nağdı bir verdim ki, hərəsində mütləq bir dənə olmalıdır. Bir dənə olsa nə olur? İçindəki balıqların sayı 10. Ümumi 60 balıqdır. 60-dan 10 çıxdım 50. 50-ni də buradakı 2-yə böldüm 25. 25 dənə də balaca akvariumda balıq var. 25 dənə də balaca akvariumdur. Hərəsində də 2 dənə balıq var. Ümid edirəm ki, bu da aydın olar sizə. 94. də cavab neçə oldu? 27 oldu. 95-ə baxaq. 95. M natural ədədi üçün əbob 2 minus 1, 2 plus 1 deməli 4 minus 7-dir əbobu. Bunu deyir tap. Tapaq da. Yazaq yaxşı. Əbob 2m çıx 1, 2m üstəgəl 1 deməli bərabərdir 4m çıx 7-yə. Sonra deyir, əkobu tapın. Birinci m tapmaq lazımdır. Gəlin m-ə, yəni bunu bilsiz necə? Yəni bu 100% qarşılıqlı sadə ədədlərdir. Çünki 2m çıx 1, 2m plus 1. Yəni eyni bir ədəddən həm 1 çıxır, həm üstəgəl 1 gəlir. Yəni burada qarşılıqlı sadə 2m eynidir. Məsələn, tutaq ki, m-ə 2 ver, 4 olacaq. 4 çıx 1, 3, 4 üstəgəl 1, 5. Gördünüz, 3, 5. Yəni bu qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. O zaman yazıram 4m çıx 7 bərabərdir 1. 4m bərabərdir 8, m bərabərdir 2. M-i 2 alandan sonra gətirəm əkobda yerinə qoyuram. Əkobum neçə idi? 13m, yəni vur 2 çıx 2. Bir də 15 vur 2 üstəgəl 2. İndi baxaq, bunu eləyir. Neçə? 26 çıx 2, 24. 30 üstəgəl 2, 32. 32 ilə də 24-ün əkobunu tapırıq. 32 2-nin üstü 5-dir. 2 vur 2 vur 2 vur 2 vur 2 vur 2. 24 də 2 vur olsun. 2 vurulsun, 2 vurulsun 3. Əkobu nədir? Deməli, bundan bu ortaqdır. Yəni 8 vurulsun. Ortaq olmayanların hasili. Bir də 4. 12 vurulsun 8. Yəni 12-ni də 8-ə vuranda 16, 96. Əkobu neçə oldu? 96. Cavab 96. Sonra 96-cı tapşırığa baxaq. Qarşılıqlı sadə olan A üstəgəl 5 və 5B ədədləri üçün. Bax, bunlar qarşılıqlı sadədirsə, deməli, bunun əkobu bunların hasilidir. Yəni, B vurulsun A üstəgəl 5 bərabərdir 420. Sonra deyir ki, AB üstəgəl 7B 450 olarsa, AB üstəgəl 7B bərabərdir 450 olarsa, gəlin bunu vuraq açaq burada. Yəni, alınacaq AB üstəgəl 5B bərabərdir 420. Gəlin bunu biraz xırdalayaq. AB üstəgəl 5B üstəgəl 2B, yəni bu mənə eləyir 7B, bəli. Bərabərdir 450. Niyə məqsədim bu şəkildə yazmaqdır? Çünki bunun qiymətini 420 verib. Yəni bu 420-dir. 420 üstəgəlsin 2B bərabərdir 450.
Uşaqlar 2b-də nəyə bərabərdir? 450-dən 420 çıxıq neçə eləyir? 50-dən 20 30. B nədir? 15. Sual nədir? B-ni tap. B neçə oldu? B 15 oldu. 97 də həmçinin eynidir. Hansı yuxarıda izah eləmişəm? Bunlara ek ob tapırsınız. Tapandan sonra üzərinə 1 gəlirsiniz. Alınan natural ədəd odur. 98 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bu ədədlərdən kiçikləndirin hansını tapın? 98'e bakın. 3 ardıcıl natural ədəd. Biri x'dir. Cəmidir. Biri x plus 1'dir. Biri de x plus 2'dir. Cəmi 63'dür. 3x üstəgəl 3 63. 3x bərabərdir 60. X də bərabərdir 20. X'in neçə oldu? 20 oldu. En böyüyü ilə en kiçiyinin hasili. En kiçiyi neçədir? X idi. En böyüyü neçədir? 20. X üstəgəl 2 22 yəni. Yəni 22. Hasil neçə olacaq? 22'ni vururuq 2'ye. 44 yanına da bir dənə 0 440. Cavab yəni 440'dır. 2 son ABC'nin en küçük qiymətini baxın. 99'a baxaq. ABC natural ədədləri üçün A bərabərdir. B bölünmüş 7 o da bərabərdir 2C. Yəni mən deyə bilərəm ki A bərabərdir 2C. Düzdür? A2C deyə bilərəm. B də bərabərdir 14C deyə bilərəm. Hasilinin en kiçik qiymətini tapın. ABC'nin A, B, C. A'nın yerinə qoyuram 2C. B'nin yerinə qoyuram 14C. C'də olduğu kimi qalır. 2 dəfə 14 neçə eləyir? 8, 30, 28. 28 nə? C'nin kubu. Deyir ki, hasilinin en kiçik qiymətini tapın. Hasilinin en kiçik qiymətini deyir tapın. Uşaqlar, bunun en kiçik qiyməti, hasilinin en kiçik qiyməti. Mən elə C-yə 1 verirəm. Niyə? En kiçik qiyməti olduğu üçün. Bax, məsələn, C-yə 1 versəm, hasil ilə en kiçik 28 olacaq. Əgər C-yə 2 versəm, bu hasilin en kiçik qiyməti olmayacaq. Ona görə C-yə en balaca ədəd verməliyəm 1. Yəni hasilin en kiçik qiyməti 28'dir. Sonra 100 də onun kimidir. 101'ə baxaq. 101'də deyir ki 7n üstəgəl 7 və 8n plus 2 ardıcıl cüt ədədlərin fərqi neçədir uşaqlar? 2. Niyə? Çünki 6 8. Fərqi neçədir? 2. İndi mən bilmirəm birinci bu gəlir yoxsa bu gəlir. Ona görə belə eləyirəm. Yəni bir dəfə yazıram. 8n üstəgəl 2 çıx 2 bərabərdir 7n üstəgəl 7'yə. Bax, yəni bilmirəm də böyük budur, yoxsa budur. Ona görə. Bir dəfə də yazacağım. 7'in üstəgəl 7 çıx 2 bərabərdir 8'in üstəgəl 2'yə. İndi bu 2'lər getdi. 8n'dən 7'ni də apardım bu tərəfə. N bərabərdir 7'yə. Burada da 7n üstəgəl 5 bərabərdir 8'in üstəgəl 2'yə. Bu tərəfə getdi. 3 bərabərdir. Bu da bu tərəfə getdi. N də bərabərdir 3'ə. N bərabərdir 7'yə. Ədədlərin n ala biləcəyi qiymətlərin hasili 3 0 7 21. Cavab 21. 102 də onun kimi 103'ə baxaq. X bölü Y bərabərdir 8. Bax, X-in Y-ə bölünməsindən 8 qalıbdır 3 alınıb. Y-in də Z-ə bölünməsindən 5 qalıbdır 6 alınıb. Olarsa X ədədinin son rəqəmini tapın. Deyir n ala biləcək. Haradaydı 103. X ədədinin son rəqəmini tapın. Mən X-ı belə yaza bilərəm də 8y üstəgəl 3. Y-i də yaza bilərəm 5z üstəgəl 6. Və mən deyir ki, X ədədinin son rəqəmini tap. X ədədinin son rəqəmini tap. Baxın uşaqlar. Y-in yerinə mən bunu qoyacağım. Burada 8 vurulsun 5z üstəgəl 6. Yəni Y-in yerində budur. Üstəgəl 3. Bərabərdir. 8 vur 5 neçə eləyir? 40z üstəgəl 8 dəfə 6 neçə eləyir? 48. Üstünə də 3 gəlirik. Deməli 40z üstəgəl 12. O da 48'in üzerine 3 gəlirik.
11 bir yadda 4 51. Deməli z'in yerində nə olur olsun son sıfırla qutaracaq. Və məsələ də deyir ki son rəqəmini deyir tap. Son rəqəm də 1'dir. Aydın oldu. Sonra 104 AB 2 rəqəmi ədədin 3A minus 2B ədədinə bölünməzdən alınan adam qismi. Bax AB ədədin 3A minus 2B bölünməsindən alınan adam qismi 4 qalıq isə 2'dir. A üstə gəl B. Bunu açacaq. Yəni 10A üstə gəl B bərabərdir. Deməli 3A çıx 2B vurulsun 4 üstə gəl 2. Gəl baxaq görək nə alırıq. 4'ü vuraq 10A üstə gəl B bərabərdir 12A çıx 8B üstə gəl 2. A'lar B'ləri B'ni bu tərəfə atanda eləyir 9B. B'ni bu tərəfə atanda 9B hədə 9B bərabərdir 12'dən 10 çıxanda necə edir? 2A plus 2. Mənə nə istəyir? A üstə gəl B'nin cəmini istəyir. Dəyin görüm uşaqlar. Deməli 3A minus 2B vur 4 dəfə 2 8 4 dəfə 3 12 benim tormozdan da bilər. Üstə gəl 2. Deməli 12'dən 10'u keçirdim bu tərəfə elədi 2. 12'dən çıxdım 2. 8 B'ni də attım bu tərəfə. Bərabərliyin bu tərəfi nə oldu? Üstə gəl 8B, üstə gəl B oldu 9B. Bərabərdir buna. Nə? A üstə gəl B'nin cəmini tap. Onda yazıram 9B çıx 2A bərabərdir 2. Düzdür? Düzdür. A üstə gəl B'nin cəmini neçə ola bilər? Nətər bir də əslində sadə bir şeydir. Bir dəqiqə dayanına görək. Deməli 10A üstə gəl B bərabərdir. Aha. 3A çıx 2B alınan tamam qismət 4 vurulsun 4 4 dəfə 3 12A minus 8B. Aha. Qalıq isə 2'dir plus 2. 10A 12A çıx 10A neçə oldu? 2A. 2A deməli 8B'ni də apardım o tərəfə 9B çıx 2A bərabərdir 2. 9B çıx 2A bərabərdir 2. Hə. Belə eləyək də. Gəlin belə yazıq. 9B çıx 2A bərabərdir 2. B'yə nə verə bilərik? B'yə demir 9'u. B'yə tutaq ki 9 verirəm. 9 dəfə 9 81. A'ya neçə verərəm? Elə eləməliyəm ki 2'yə bölünsün. Tutaq ki 9 verirəm. 9 dəfə 9 neçə eləyir? 81. 81. 81'dən 2 çıxanda neçə eləyir? 81'dən 2 çıxanda deməli 8 9 79. 79 2'yə bölünmür. Deməli 9 verə bilmərəm B'yə. B'yə 8 verirəm. 8 dəfə 9 neçə eləyir? 8 dəfə 9 eləyir 72. 72'dən 2 çıx. Neçə eləyir? 70. 70. 70'i də 2'yə böl. 70'i 2'yə bölsəm 35. 35 2 rəqəmli ədəddir. Ona görə mən elə eləməliyim ki, çox böyük ədədlər verməyim. Gəlin B'yə deməli B'yə gəlin 6 verək. 9 dəfə 6 neçə eləyir? 54. 54'dən çıxıram 2. 52. 52'ni 2'yə böləndə yenə də tək rəqəmli düşməyəcək, cüt rəqəmli düşəcək. Onda 6 da vermirəm. Gəlin 9'a gəlin 4 verək. 36. 36'dan 2 34. 34'ü 2'yə böləndə yenə 2 rəqəmli düşəcək. 3 versəm 27. 27'dən 2 25 2'yə bölünmür. 2 versəm 18. 18'dən 2 çıxsam 16'nı 2'yə bölsəm 8. Deməli A 8'dir, B də 2'dir. Cəmi də neçədir? 10. Sonra 105'ə baxaq. Yəni 105'də burada eləyəcəm 105'i. Deyir ki A'nın
Aha, A-nın müxtəlif sadə vurğuları və onların sayı verir. Müxtəlif sadə vurğuları. Bax, məsələn, A ədədindən söhbət gedir. Müxtəlif sadə vurğu 2-dən 3 dənədir. Bax, 2-dən say neçədir? 3. Yazıram 2 vur 2 vur 2. Sadə vurğuların hasil şəkildə yaz və onun sadə vurğuların sayını tap. Sadə vurğuların sayını soruşur səndən. Sonra 3-dən neçə dənədir? Qaldırıram 7 dənədir. Vur 3, vur 3, vur 3, vur 3, vur 3, vur 3. 6, 7, vurulsun 3. 5'ten de 4 denedir. Vur 5, vur 5, vur 5, vur 5. Hasil şeklinde yazdım. İndi neçədən sayı neçə oldu? Bunları ilə toplayaram da. Yəni 3, üstə gəl 7, 10, 14 dənə. Say 14 dənədir. Sonra bu da bunun kimidir. Müxtəlif sadə vurğular. Sonra buna baxaq. A, B-nin Əbu Bəkrobu. Baxın uşaqlar. A belə xətt olan A-dır. Yəni bu A-dır. A 3'dən 6 dənədir. Bax, yazıram bura. 3'ün üstü 6. 7, sonra neçədir? Bu tərəfdə 7'dən A-dan hələ söhbət gedir. Gəlin bunu belə yazaq da, dayan. Burada yazım. 107'ni. Deməli, A bərabərdir nəyə? 3'ün üstü 4. Yəni 3 vurulsun 3 vurulsun 3. Bir de 7 vurulsun neçə? 7'dən neçə dənədir? 7 dənədir. Yazıram 7 vurulsun 7 vurulsun 7 vurulsun. 7 vurulsun 7 vurulsun 7 vurulsun 7. 3 3 6 7. B nəyə bərabərdir? B də budur. 3'dən 4 dənədir. 3 vurulsun 3 vurulsun 3 vurulsun 3. A-nı mən səhv yazdım uşaqlar. A 3'dən 6 dənədir. 6 dənədir. 4 dənə burada. 5. Bu da 6. Hə. B də budur. B-dən 3'dən 4 dənə. 7'dən də 7 dənə. Mən A-nı səhv yazdım. Əməli başdan. Bir dəqiqə uşaqlar. Deməli A neçədir? A bax budur. Bax budur A. Bunlar. 3'dən 6 dənə. Yazıram 3'ün üstü 6. 7'den de 3 dənə. 7'nin kubu. Sonra B'ye baxaq. B neçədir? 7'den 3'dən 4 dənə. 3'ün üstü 4. 7'den də 7 dənə. 7'nin üstü 7. C'ye baxaq. 3'dən 5 dənə. 3'ün üstü 5. Ano. 7'nin üstü 6. Vurulsun 7'nin üstü 6. İndi Əkobun Əkob AB. Bunun Əkobu nəyə bərabərdir? Əkobu deməli. Əvvəlcə Əkobunu tapaq. Dayan. 3'ün üstü 4. Vurulsun 7'nin kubu. Bu bunun Əkobudur. Bax 3'ün üstü 4. Vurulsun 7'nin kubu. Sonra vurulsun yerdə qalanlar. 6'dan 4 çıxsın 2. 3'ün kvadratı qaldı. Bir də 7'nin kubu değil. 3 dənəsini götürmüşük də. 4 dənəsi qalıb. 7'nin üstü 4. Bu bunun Əkobudur. Bu şəkildə də saxlayıram. İndi B ilə C-nin bax bundan bunun Əbobunu tapaq. Əbobun. Əbobunu tapanda 7'nin üstü 6 ortaqları götürürük də. Bir də 3'ün üstü 4. İndi bunu buna bölürük. 3'ün üstü 4. 3'ün üstü 4 getdi. 7'nin üstü 6. Bu 4'ün üstünü üçgəndə 7. Burada bir dənə 7 qalacaq. Bunlar da getdi. 3'ün üstü 4'dən. Demək 7 vurulsun 9. 7 dəfə 9 neçə eləyir? 63. 7 vur 3'ün kvadratı 9. O deyilir 63. Cavab 63. 108. 108 də yaxşı baxaq 108-ə. Deməli A nədir? Budur. 3'dən 6 dənədir. A bərabərdir. 3'dən 6 dənədir. Bir də K-dan neçə dənədir? 2 dənədir. B-yə baxaq. P 3'dən 2 dənədir. K-dan da 7 dənədir. İndi deyir ki, bunların əbubu 441'dir. Əbubu 400. Bunların əbubu nədir? 3'ün kvadratı, bir də K'nın kvadratı. Neçədir? 441.
3'ün kvadratı 9'dur. K kvadratı bərabərdir 441'i bölürəm 9'a. 5 dəfə 9 45 eləyir. 4 dəfə 9 36, ondan 6 4 üstünə 4 8, 81'də də 9 9 dəfə. K kvadratı 9'dursa K da bərabərdir. K kvadratı 49'dursa K da bərabərdir 7'yə. Sənə də deyir K-nı tap, K da 7'dir. İndi 109'a baxaq. 109'da deyir ki, deməli, AB çoxluğun elementə müəyyən sayılı bu çoxluqların elementlərinin hasili uyğun olaraq AB ədədlərinə bərabər olarsa. Hasili AB ədədlərinə bərabərdir. Tutaq ki, bu X-dir, bu Y-dir, bu da Z-dir. Eləmi? Deməli, elementləri müəyyən sadə ədədlərdir. Bu çoxluqların elementləri hasili, elementlərin hasili uyğun olaraq A və B ədədlərinə bərabərdir. Bu çoxluqların elementlərinin hasili. Çoxluqların elementlərinin hasili. Yəni uşaqlar, bu siz nə deməkdir? Yəni A bərabərdir 3 vurulsun 5, vurulsun X vurulsun Y vurulsun Z-ə. B-də bərabərdir 2 vurulsun 7. Çünki uyğun olaraq hasili uyğun olaraq deyirsə, uyğun olaraq. Yəni A-ya aiddir, B-də B-yə aiddir, uyğun olmalıdır. Başa düşdünüz? Vurulsun X vurulsun Y vurulsun Z. İndi AB, yəni bunların hasili, baxın uşaqlar, diqqətli olun bir dənə. Yuxarıda nə yazacağım? AB, yəni hasili. Yəni yazacağım 2 vurulsun 7 vurulsun 3 vurulsun 5 vurulsun X, Y, Z-in nəyi? Kvadratı. Çünki hərəsindən 2 dənədir. Əbub, bunların bəs əbubu nədir? Hələ kvadrata baxmayın. Hələ əbuba baxın. Bunun əbubu nədir? X, Y, Z deyib burada. X, Y, Z-in də kvadratını yazmalıyam indi mən bura. Yazıram X, Y, Z-in kvadratı. Çünki əbubu neçədir? X, Y, Z. Amma məndə burada nə var? Kvadrat. Bununla bu getdi. Oy Allah, nə ayırdım mən? Dən görüm. Bununla bu getdi. Yerdə nə qaldı? Deyib bu. Cavab budur. Yəni 2'nin vururam 5'ə 10. 7'nin də vururam 3'ün necədir? 21. Cavab necədir? 210. Все. Gördünüz necə? Bax belə. Sonra %110 da bunun kimidir. İndi 111'ə baxaq. Deməli, deyir ki, 111'də Gəncə şəhərindən keçirilən olimpiyadada Şəkidən 16, Şamaxıdan 24, Bakıdan da 36 şagird iştirak edir. Sonra hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdlərini və hər birində bərabər sayda olmaqla yerləşdirmək üçün ən az neçə nömrə lazımdır. Bax, burada yazıram 111. Yazıram bura Şəki, Şamaxı, bir də Bakı. Bakı. Şəkidən 16, Şamaxıdan 24, Bakıdan da 36 şagird iştirak edir. Və mən bunu eləməliyəm ki, Şəkidə, yəni elə bölməliyəm ki, Şəkidəkilər Şəkidə qalmalıdır. Şamaxıdakılar Şamaxı ilə qalmalıdır. Bakıdakılar da Bakıda qalmalıdır. Yəni bərabər sayda olmalıdır. Mən bunların ilə əbubunu tapmalıyam. Yəni 16 nə deməkdir? 16'nın 24'ün biz 36. 16 nə deməkdir? 2'nin üstü 4. 24 nə deməkdir? 3 vur 8, 3 vurulsun 2'nin kubu. 36 nə deməkdir? Deməli 6 vur 6, yəni 2'nin kvadratı, yəni 3 vur 9 vur 4'də, yəni 2'nin kvadratı vur 3'ün kvadratı. Bunların əbubu neçə olacaq? Ən kiçiyi 2'nin kvadratı, yəni 4. Əbubu neçədir? 4. Deməli mən 16'nı 4'ə bölündə neçə eləyir? 4 dənə bura, 24'ü 4'ə bölündə 6 dənə bura, 36'nı da 4'ə bölündə 9 dənə bura şagird yerləşdirməliyim. Ən az neçə nömrə lazımdır? Deməli, toplayırıq bunların hamısını uşaqlar. O deyilir 19. Ümid edirəm bu da sizə aydın olar. 112. Asan dərsində. Eni 18 düzbucaqlı formasında. Bax, düzbucaqlı çəkirəm. Aha. Eni 18, uzunluğu da 24. Düzdür. Divara kvadrat şəklində kafilə ən az neçəsini itkisiz düzmək olar. Bax, 18 ilə 24'də nə taparam? Əbub taparam. Əbub neçə olar? 6. Deməli, elə eləyərəm ki, belə götürək də.
Əbobun 6 tapdım. Elə bil 6 belə 6 tutaq ki, bunun eni, uzunluğu. Deyim, başqa cür nətər deyən. Əbobunu 6 tapdım. Deyir, ən az neçəsi? Hə. Deyən, əbobu biz 6 tapdıq. Tutaq ki, 6 bunun eni, yəni kvadrat kimi böləcəndə bu tərəfi 6 və yaxud bu tərəfi 6, bu tərəfi 6. Ondan sonra düz bucaqlının, bax bunun sahəsini taparıq. Sahəsi neçədir? 18 vurulsun 24'dür. Kvadratın sahəsi neçədir? 6 vur 6, 36. Bölərim kvadratın sahəsini. Bu da eləyəcək 18 3 dəfə, yox, 2 dəfə 24 2'ye bölündü 12. Cevap 12. Sonra 113'e baxaq. 40, 30, 20 sürətləri 60 hərəkət başlama en düz xətt üzərində. Baxın uşaqlar. Deməli, elə bir ki biz bunun radiusu neçədir? 40. Bununki 30'dur. Bununki da neçədir? 20'dir. Yazıram birincinin uzunluğu 2 pi r1. 2 pi neçədir? 6 pi'ni 3 verib. 6 vurulsun 40 neçə elədi? 240. 2 pi r2. 6 vurulsun 30. 180. Sonra 2 pi r3. 6 vurulsun 30. Neçə elədi? Ay heç açdım. 20'dir bu. 20. 120. Sonra deyir ki 240, 180, 120. Sonra deyir ki sürətləri 60. Deməli 240'ı 60'a bölərik neçə olar? 4. Bu olacaq 3. 120, 60 bu da olacaq 2. İndi biz 2'nə, 3'ə, bax 2'yə, 3'ə, 4'ə əkob taparıq. Əkob. 2, 3, 4'ün əkobu necədir? Əkob 12. Yəni 12 həm 3'ə, həm 2'yə, həm də 4'ə bölünür. İndi deyir ki, bu elə bir düz xətt üzərində. Amma deyir ki, düz xətt üzərində neçədir? Bax, elə bil ki, tutaq ki, belədir də, düzdür. Bu bir dəfədə elə bil ki, belə gedir, 12 dəfə. Axı, burada da var, bu tərəfdə də bölünüb axı. Ona görə bax, bunun yarısı gedilib də, bu tərəfin yarısı gedilib. Ona görə əkobun da yarısı neçə eləyir? 12-ni 2'yə bölərik, o da eləyir 6. Bu qədər uşaqlar. İnşallah aydın olar sizə. Növbəti videolarda tezliklə görüşəcəyik. Mənimlə əlaqə saxlamaq istəyənlər isə bu nömrə ilə əlaqə saxlayın. 25 75. Buyurub yaza bilərsiniz. Sağ olun, salamat qalın.